Salam hörmətli izləyicilər. Bugün qazan kotleti hazırlayacağım. Kotletimiz toyuq ətindən olacaq. İlk öncə tərəvəzləri yaxşıca yuyub və onları halqavari doğrayırıq. Tərəvəzlərin üzərinə qara istiyot və sarı kök istifadə etdim. 500 qram toyuq əti, 1 ədəd soğan blenderdan keçiririk. Üzərinə 1 ədəd yumurta, nanə qurusu, üyüdülmüş sarımsaq və duz əlavə edib qarışdırırıq. Kotletin qızarılması üçün 100 ml duru yağdan istifadə etdim. Yeməyə lazım olan ingrediyentlərin sayını ailə tərkibinizə görə artıra bilərsiniz. Kotletlərin hər iki özünü yüngülcə qızardırıq, demək olar ki, tam bişmir. Videomu izləyən hörmətli qonaqlar, videomu bəyəndinizsə, kanalıma abunə olmağı və bəyənmə tuşunu basmağı unutmayın. Ağız dadımıza görə duz və istiyot, sarı kök yeməyə əlavə edirik. Tərəvəzlərin üzərinə kotletləri düzürük. Tərəvəzlər su verdiyi üçün yeməyə sadəcə yarım stəkan, yəni 100 ml su əlavə etdim. Qazanın qapağını bağlayıb və vam odda bişiririk. 30-35 dəqiqəyə yeməyimiz hazır olur. Siz də toyuq ətindən asan və ləzzətli hazırlanan qazan kotletini bişirmək istəyirsinizsə, bu cür hazırlayın, nuş edin.